Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Piraşki pişirirdim. Bugün mən piraşkiləri həmişə qoymuşam, səhifədə də var. Yəni Instagram səhifəmdə var. Mənim orada da çox pişirmişəm. Böyük normal vəziyyətdə eləyirdim. Bu dəfə kiçik piraşkilər elədim. Lap balaca. Uşaqlara görə elədim. Həmişə içini başqa cür eləyirdim. Yəni ki, hamı soğan, kartofu qoyursan, pişirsən. Amma mən soğanı qovurandan sonra tökürdüm içərisinə. Elə ədviyalar da vururduq, sarı kök və yaxud da belə. Amma bu dəfə içini fərqli elədim. Bunun içində içilik yoxdur. Yəni göyərti, istiot, nə bilim, ədviyalar heç bir şey yoxdur. Bu mənim nəvələrim onu elə yemir. Ona görə bunlarınkanı ayrıca eləyirəm ki, qabaqla bunlarınki pişsin. Yalnızca kartofdur, bir damcı da duzdur. Amma buradakını soğanı qovurmadan kartofu əzdim. Əzəndən sonra keşini, şüyüd, bir də göy soğan. Üçünü birlikdə xırda doğradım, qatdım içərisinə. Duzunu, istiotunu normal vəziyyətdə də vurdum. Yəni qovurmadım soğanı. Bu da belə balaca piraşkilər elədim ki, beləcə həmişə böyük eləmişəm. Bu dəfə də belə olsun, maraqlı. Kim hazırlasa da nuş olsun. Göz hakkınızı da halal eləyin. Kanala yine de takip eləyin kanalı. Like eləyin, abone olun. Abone olanlar, like eləyənlər, takip eləyənlər, Allah sizdən razı olsun. Hər bir millətimizin hər birinin evini, eşiyini Allah bol ruzi bərəkət yetirsin. Can sağlığı versin. Yenidən görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.